Sumqayıtda 8 aylıq hamilə qadın xəstəxanada həyatını itirib. Doğru xəbər Azərbaycan reporta istinadən bildirir ki, hadisə Sumqayıt şəhər təcili və təxirə salınmaz tibbi yardım xəstəxanasında qeydə alınıb. Belə ki, 32 həftəlik hamilə olan 1996-cı il təvəllüdlü Ayşə Əfəndi qızı Andraşvili komatoz vəziyyətdə Sumqayıt şəhər xəstəxanasına çatdırılıb. O tibb müəssisəsində qəflətən vəfat edib, faktla bağlı araşdırma aparılır. Bakıda isə tikinti zamanı bədbəxt hadisə baş verib. Hadisə ötən gün saat 20 radələrində Badamdar qəsəbəsindəki tikinti meydançasında qeydə alınıb. Belə ki, orada fəhlə kimi çalışan 1988-ci il təvəllüdlü Neftçala sakini Ramil Əlisafoğlu Səfərovun üzərinə elektrik barabanı düşüb. Nəticədə o, hadisə yerində vəfat edib. Baş vermiş ölüm faktı ilə bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.